Değerli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsindəyik 569 marşrut xəttinə. Çox yaxın bir ərazidə sizlərə 2 mərtəbə 4 otaqlı həyət evi təqdim edirəm. Evin ümumi fasad görkəmi ilə sizləri tanış edirəm. Mərkəzi giriş darvazadır, xudmani bir həyət bacası var. Yerdən 5 daş kürsüdə inşa olunub. Bir daha evin ümumi fasad görkəmi ilə sizləri tanış edirəm. Değerli dostlarımız, geniş şəkildə həyət bacası var. Həyət yanı sahə tamet daşlarla örtülüdür. Mərkəzi giriş darvazasıdır. Yerdən 5 daş kürsüdə inşa olunub. Ən əsas məsələlərdən biri isə kupçalıdır. Mərtəbələr arası monolit beton. 2 mərtəbə 4 otaqlıdır. Birinci mərtəbənin pol sahəsi ümumi sahə istipolla üzlənilib, koridor sistemlidir. Solda ikinci mərtəbəyə qalxan taxta pilləkənlər yerləşdirilib. Sağda isə evin mətbəx sahəsidir. Pəncərəsi öz həyət yanı sahəsinə baxır. Şəbəkə pəncərələrdir. Kermogranit olan sahələr istipoldur. Qonaq otağı ilə bir yerdə ümumi sahə istipoldur. Mərtəbələr arası monolit beton. Mətbəx sahəsinin tavanı alçıban və spot lampalarla işlənilib. Mətbəx mebelinin yerləri və aksesuarların xətlərinə kimi çəkilib. Hazır bir vəziyyətdədir. Girişdən solda yerləşir sanitar qovşaq. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur və birinci mərtəbəyə məxsus qonaq otağı ilə sizləri tanış edirəm. Twistentin yerlərinə kimi çəkilib hazır bir vəziyyətdədir. Çox böyük bir kvadrata malik qonaq otağı var. Tavan sahəsi spot lampalarla işlənilib dəyərli izləyicilərimiz. Qarşı pəncərədə məsafə var qarşı arayla. Keçək ikinci mərtəbə ilə də sizləri tanış edib. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. İkinci mərtəbəyə qalxan pilləkənlərin altında istipolun kollektoru yerləşdirilib və artıq əşyaları yığmaq mümkündür. İkinci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. Yataq otaqlarından birindən eyvana keçid etmək də mümkündür dəyərli dostlarımız. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. İlk öncə sağda yerləşən yataq otağı ilə sizləri tanış edirəm. İstilik sistemi kombidir. Kombinin xətləri bütün pəncərələrin alt sahəsinə çəkilib hazır bir vəziyyətdədir. Və bu yataq otağından eyvan sahəsinə keçid etmək mümkündür. 74.000 manat kupçalı evin də torpağında kupçası alınıb hazır vəziyyətdə əldədir. İkinci mərtəbəyə məxsus sanitar qovşaq, qazı suyu işığı daimi olan bir ərazidə. Kanalizasiya isə mərkəzi kanalizasiya sistemidir. İkinci yataq otağı və dəyərli dostlarımız, üçüncü yataq otağı ilə sizləri tanış edirəm. Pəncərələrin qarşısı açıq bir şəkildədir. Mərtəbələr arası monolit beton, fundament beton